Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Sevgili Araz News dinləyiciləri, bu gün Panorama proqramında qonağımız Azərbaycanlı vəkil və insan haqları fəalı hörmətli Sina Yusefidir. Azərbaycanlı siyasi məhbusların son durumu və son günlərdə yaşananların hüquqi dəyərləndirməsi üzərinə danışacağıq. Sayın Yusefi, xoş gəldiniz. Son həftələrdə siyasi məhbuslar məktublarında və mesajlarında ölüm ehtisabından və cansız bir bədənlə danışmaqdan söz etdilər. Siyasi məhbuslar belə bir mərhələyə gələndə, bu durum sizdə məhkəmə sisteminin işləyişi, mühakimə sürəcinin keyfiyyəti və həbsxana üzərindəki nəzarət mekanizmaları haqqında nəyi ortaya çıxarır? Ümumiyyətlə bu siyasi məhbuslar necə bir ədalətsizliyə qarşı etiraz edirlər? Selamlar ve saygılar Araz News'un çalışanlarına ve bu programı işləyənlərə. Baxın, bir insanın, bir siyasi məhbusun aclıq etirazına əl atması əslində onun əlində qalan son etiraz yoludur. Təəssüflə İran hakimiyyəti bizim siyasi məhbusları bədii və qanuni həqlərindən məhrum eləyib. Biz burada imtiyazdan ya irfaqı həqlərdən danışmırıq. Bir müalicə haqqından danışırıq. Ya məşrut azadlıqdan ki, qanunda gəlibdir və hətta ailə ilə təmas qurmaq kimi əsas haqlardan danışırıq ki, bu dostlarımız təəssüflə sistematik şəkildə bunlardan məhrum olublar. Və bu yolda demək olar etisab tərqi ilə bu haqsızlığa, ədalətsizliyə öz etirazlarını bildirib və həqlərini tələb edirlər. Tahir Nəqəvinin ciddi xəstəlikləri olduğu bildirilir. Onun acilən əməliyyata ehtiyacı olduğu və uzman doktorların nəzarətində dərman edilməsi gərəkir. Ancaq görürük ki, evin həbsxanasının məsulları buna mane olurlar. Digər Azərbaycanlı məhbuslar haqqında da tibbi ihmal, soyuq salonlarda tutulma kimi xəbərlər var. İran hüququna və uluslararası standartlara görə bu şərait qeyri-insani və təhqir edici rəftar ya da hətta işgəncə mövzuları qapsamına daxil olur? Qətlən bu davranışlar hüquqi baxımından şikəncə və qeyri-insani rəftar hesab olunur. İranın öz daxili qanunlarında, məxsusən Zindanlar Təşkilatının əsasnaməsində, Ayın-Nameyi Sazman Zindanha qeyd olunub ki, məhbusların can sağlığının hifazəti və onun dərmanının təmin olmağı zindanın məsullarının vəzifəsidir. Əgər bir məhbus əməliyyata ehtiyacı olsa və məsullar buna mane olsalar, qanunən cürm hesab olur bu mane olmaq. Beynəlxalq hüququnda da, məxsusən Nelson Mandela qanununda ki, Sazman Milal tərəfindən müsəvvəb olub və İran da ona qatılıbdır, onu qəbul eləyibdir. Əsasən tibbi yardımlar qəsdən kəsilməsi və məhbusun ağrı çəkməyinə zəminəni fərahem eləmək şikəncənin misdaqı hesab olur. Tahir bəy Nəqəvi və digər Azərbaycanlı fəalların durumunda da görürük ki, bu iş əncam tapır və səhvidər bəlkə sistematik və qəsdən və amidanə halətdə əncam verilir. Hədəf də məhbusun səlamətliyini aradan aparıb və ağrı yolu ilə məhbusun iradəsini sındırmaq ki, bu da demək olar hüquq dilində şikəncənin misdaqı hesab olur. Keçdiyimiz günlərdə Tahir Nəqəvi və Vədud Əsədinin ailələri bir neçə gün boyunca evin həbsxanası qabağında oturma eyləmi, yəni təhəssün elədilər və ancaq neçə gün sonra qısa bir görüşmə icazəsi ala bildilər. Burada hangi insan haqları pozulur? Sizcə ailələrin bu eyləminin müqabilində hüquqi cəhətdən məsul qurumlar nə etməlidirlər? Baxın, bu bir məhbusun təbii haqqıdır ki, öz ailəsi ilə irtibat qurub və durumundan və vəziyyətindən onları xəbərdar eləsin. Və bir ailənin də təbii haqqıdır ki, məhbusunun görüşüb və təmasda olsunlar.
heç qanun, şəxs və ya nəhad məhbusu və ya ailəni bu haqda məhrum eləyənməz. Təəssüflə Tahir bəy Nəğəvi və Vədud bəy Əsədini uzun müddət bu haqdan məhrum elədilər və o yüzden ailələri evin zindanının qabağında soyuq havada təhəssün elədilər və hətta əvaxirdə də əmniyyəti qüvvələr onların təhəssünlarına həmlə eləyib və plakartlarını da hətta əllərindən aldılar. Hakimiyyətin bu davranışı və muzaəf baskısı məncə bəşəriyyət əleyhinə cinayət kimi suçlar qalibində hesab etmək olar və bütün hüquqi təşkilatlar gərək Azərbaycanın siyasi məhbusları və onların ailələrinin barəsində olan bu haqsızlığı və qeyri-qanuni davranışları sənədləşdirib və raporlarında beynəlxalq hüquqi qurumlara göndərdiyi raporlarında bu məsələyə işarə eləyirlər. Siyasi məhbuslardan bəziləri, məsələn Məhmud Ocaqlı və Əbdüləziz Əzimi Qədim səsli mesajlarında açıqca İstixbarat Baxanlığı, yəni Vəzarət İttilaat içindəki anti-türk məsullar və bu əmniyyəti qüvvələrin məhkəmə prosesində ciddi şəkildə müdaxiləsindən danışdılar. Sizin təcrübənizə dayanaraq, bu sözlər İranın mövcud məhkəmə sistemi və əmniyyəti qüvvələrin sistemi ilə nə qədər örtüşür? Təəssüflə deməliyəm ki, bu kamilən məlum və inkar edilməz bir həqiqətdir. İran hakimiyyət sistemində, məxsusən Tehrandakı mərkəzdəki əmniyyəti nəhadlar məhkəmələr türk kimliyinə qarşı bir sistematik bir düşmənçilik vardır. Bu gün Azərbaycanda dil həqlərindən danışan, çevrə həqlərindən danışan və ya hətta sadə mədəni həqlərdən danışan bir şəxs hakimiyyət tərəfindən bilqüvvə bir təhlükə kimi baxılır bu məsələyə və ona qarşı ağır ittihamlar vurulur. Mən bir vəkil olaraq öz təcrübəmi desəm, bir neçə il öncə Tehranın 26-cı şöbəsinin qazisi İman Əfşari Dadgah İnqilab şöbəsinin qazisi mənim müvəkkilimə fəqət türkcə kitab paylamaq üçün 17 il müxtəlif ittihamlarla əlbəttə həbs cəzası verdi və ağır qisməti də bu idi ki, qazi bu hökmü də 7 səfər hökm mətni idi və demək olar hökm dərdi istinadı hüquqi yox idi onda. Demək olar bir hizbi bir manifestə bənzəyirdi. Açıqca Əhməd Kəsrəvinin paniralist nəzəriyyəsinə istinad eləmişdi. Bu onu göstərir ki, qarşımızda bu davranış sadə bir-iki məmurun şəxsi nəzəri və xətası deyil. Bu bizim millətə qarşı kök salmış sistemli bir faşizm və hakimiyyətin rəsmi siyasətidir. Siz daha öncə media röportajlarınızda və X hesabınızda Azərbaycanlı aktivistlərin istinad edilən ölkə güvənliyini pozmaq üçün toplantı və işbirliyi, farscası ictima və təbani əleyhə əmniyyəti milli ittihamının unsurlarının heç təşkil olmadığını, hətta bu tutuklanan fəalların bir çoxunun bir-birini ilk dəfə həbsxanada gördüyünü demişdiniz. Keyfəri hüququ açısından baxılsa, məhkəmənin bu ittihama dayanaraq verdiyi hökmdə nə cür hüquqi xətalar var? Demək olar pərvəndədə keyfəri hüququn təməl usulları riayət olmayıb. Baxın, ictima və təbani suçunun sübut olunması maddi unsur deyilən bir şərtin yerinə yetməsinə bağlıdır. Yəni o şərt lazımdır. O şərt olmasa bu suç elə bir yerinə yetməyibdir, əncam tapmayıbdır. Yəni şəxslər fiziki olaraq bir yerə toplanıb və cinayət törətmək üçün təvafuq və ya razılıq etməlidirlər. Amma bu pərvəndədə nəzur, tutulan şəxslər İranın fərqli şəhərlərində yaşayırdılar. Bir-biri ilə heç bir əlaqələri yox idi və bir-birini hətta tanımırdılar. Bu fəalların çoxu ilk dəfə bir-birini şayət Bazdaşqaqda görmüşdülər və orada tanış olublar çoxu. Yəni heç tanımadığın, heç görüşmədiyin və danışmadığın bir şəxslə nə cür təbani eləmək olar, əslən məlum deyil. Bunun hüquqi, məntiqi və əsası yoxdur, təəssüflə. Bu vəziyyət onu göstərir ki, məhkəmənin verdiyi hökm hüquqi faktlara deyil, qabaqcadan yazılmış əmniyyəti senaryolara əsaslanıbdır. Demək olar ortada gerçək bir
suç yoxdur, uydurma bir pərvəndədir, pərvəndə sazidir. Evində saxlanılan fəalların dosyalarında mühakimə Tehran İnqilab Məhkəməsi 15-ci şöbədə və Qazi Sələvati tərəfindən yürüdüldü. Halbuki tutuklamalar fərqli şəhərlərdə olmuşdu. Siz bu sürəci məhkəmə səlahiyyəti baxımından tənqid etmişdiniz. Nədən Tehranda və özəlliklə 15-ci şöbədə yürüdülən bu məhkəmə hüquqən müşkülü var? Hüquqi baxımından və hüquqi usulları nəzərdə alaraq demək olar ki, bir pərvəndəyə baxmağa səlahiyyəti olan mərcə ittiham olunan şəxsin fəaliyyəti olduğu yerdəki məhkəmədir. Yəni o şəxs oradakı o əməli əncam veribdir. O dadgahın səlahiyyəti vardır, yetişsin bu pərvəndəyə. Bu pərvəndədə də görürük ki, Azərbaycan fəalların heç biri Tehran sakini deyillər və hətta fəaliyyətləri də Tehranda olmayıbdır. Onlar Azərbaycanın müxtəlif şəhərlərində sakindilər və hətta öz evlərində tutulublar, öz şəhərlərində tutulublar və ya kərəcdə tutulmuşdular bəziləri. Və görürük ki, burada Tehran dadgahı salih deyil yetişməyə, bəlkə Azərbaycanın bir şəhərlərinin birinin dadgahı salih olacaqdır. Demək olar, İran məhkəməsi və məhkəmələri ədaləti qorumaq üçün yaranmayıb, bəlkə demək olar baskının və sərkubun bir qolu kimi əməl eləyir. Sayın Yusefi, son olaraq sorularımızda işarə eləmədiyimiz, ancaq dinləyicilərimizlə paylaşmaq istədiyiniz başqa bir mövzu varsa, lütfən buyurun. Çox sağ olasınız. Mən lazım görürəm ki, Araz News-un çalışanlarından bu dəyərli məsələni gündəmdə saxlamaq üçün təşəkkür edirəm. Bu gün vətən yolunda həbs, şikəncə və hər cür baskılara məruz qalan bütün fəalların səsi olmaq bizim vəzifədir. Umud edirəm bu qaranlıq günlər sona çatar və ədalət yerini tapar. Azadlıq, ədalət, milli hökumət. Araz News radiosuna vaxt ayırdığınız üçün təşəkkür edirik. Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz.